Anton Çexov, 6 nömrəli palata. 1-ci fəsil. Xəstəxana həyətində ayı pəncəsi, gicitgən və çətənə kolluqları ilə bürünmüş kiçik bir filigel vardı. Filigelin dəmirdamı paslanmışdı. Sunovçası yarıyadək sınıb tökülmüşdü. Artırmasının pilələri çürümüş və qıraq bucağında ot bitmişdi. Evin suvağında təkcə iz qalmışdı. Filigelin qabaq tərəfi xəstəxanaya, dal tərəfi isə çölə baxırdı. Filigeli çöldən, üstünə çoxlu mıx çalınmış xəstəxana hasana ayırırdı. Bu ucları yuxarı sancılmış mıxlar, hasarın və filigelin özü yalnız xəstəxana və həbsxana tikililərinə məxsus kədərli və çox pis bir görünüşdə idi. Əgər gecitgənin dalayıb yandırmasından qorxmursunuzsa, gəlin acığırla gedib filigelin içərisinə tamaşa edək. 1-ci qapını açıb dəhlizə giririk. Burada divarın və peçin dibinə bir yığın xəstəxana törtükünc satılmışdır. Döşəklər, köhnə cırıq xalatlar, heç nəyə yaramayan göy zolaqlı köynəklər, yırtıq ayaqqabılar bir yerə tökülmüş, əzilmiş və qarışdırılmışdır. Bu şeylər çürüyür və ətrafa pis qoxu yayır. Gözətçi Nikita damağında çubuq həmişə bu törtöküntünün üstünə uzanırdı. Bu istefaya çıxmış köhnə bir saldat idi. Paltarına tikilmiş baftaları belə saralmışdı. Üzü sərt və arıq idi. Sallaq qaşları sifətini qoyun itinə oxşadırdı. Burnu pul kimi qırmızı idi. Boyu alçaq, görünüşü arıqdı. Lakin gövdəsi zəhimli, yumruqları saz idi. O dünyada qayda qanunu hər şeydən çox sevən və ona görə də bunları döyməyin zəruri olduğuna inanan sadə deyil, icraatçı və küt adamlar zümrəsinə mənsub idi. O adamların üzünə, döşünə, kürəyinə, hər yerinə vururdu və əmin idi ki, bunsuz burada qayda ola bilməz. Sonra dəhliz hesab edilməzsə, bütün filigeli tutan böyük, geniş bir otağa girirsiniz. Otağın divarları çirkli, ab rəngə boyanmışdır. Tavanı hiss çəkilmişdir, yəqin qış vaxtı burada peçlər hiss verir və otaqda dəm olur. İçəridən çəkilmiş barmaqlıqlar pəncərələri eybəcər bir şəklə salmışdır. Döşəmə bozarmış və köhnəlmişdir. Otaqdan tuş qələm, əski yanığı, taxta biti və amonyak qoxusu gəlir. Bu qoxu ilk dəqiqədə sizə elə təsir bağışlayır ki, elə bil heyvanxanaya girmisiniz. Otaqda döşəməyə vintilənmiş çarpayılar vardı. Bu çarpayılarda göy xəstəxana xalatı geymiş və başlarına qədim modalı balqab qoymuş adamlar oturur və yatırdılar. Bunlar dəli idilər. Cəmsi 5 nəfər idi. Bunlardan yalnız biri adlı sanlı idi. Qalanları isə adi meşanlar idi. Qapıdan birinci olan ucaboy, arıq, sarı bığları parıldayan, ağlar gözlü meşan, başını ovucularına dayayıb, gözlərini bir nöqtəyə zilləmişdi. Bu kişi gecə-gündüz dərdə, qüssəyə qapılır, başını yırğalayır, ah çəkir və acı təbəssümlə gülümsəyirdi. Söhbətdə az-az iştirak edir. Suallara adətən cavab vermirdi. Yemək-içmək də qeyri-ixtiyari idi. Nə vaxt təklif etsələr, palatada bu pəncərədən o pəncərəyəcək gəzişir və yanaqlarındakı qırmızılıq onun vərəm xəstəliyinə tutulduğunu göstərirdi. Onun o tayındakı çarpayda alçaq boylu, zirək, xeyli oynaq bir qoca uzanmışdı. Onun keçi saqqalı, zənci saçları kimi qara qıvırcıq saçları var idi. Gündüzlər palatada bu pəncərədən o pəncərəyə də gəzinir, öz yatağında bardaş qurub oturur. Şaqraq quşu kimi fit çalır, yavaşca oxuyur və xırıldayırdı. Gecələr Allaha yaxşı ibadət etmək üçün, yəni yumruqlarını döşünə döymək və barmaqları ilə qapını qurdalamaq üçün duranda, uşaq kimi şən və qıvraq olurdu. Bu Yəhudi Moyseyko idi. 20 il bundan əvvəl onu papaqçı dükkanı yanan zaman başına hava gəlmişdi. 6 nömrəli palata sakinlərindən yalnız ona filigeldən
və hətta xəstəxana həyətindən küçəyə çıxmağa izin verilirdi. Xəstəxanada uzun müddət qaldığına və dinc, zərərsiz bir dəli, bir şəhər təlxəyi olduğuna görə çoxdan bəri bu imtiyazdan istifadə edirdi. Onu daima şəhərin küçələrində başına uşaqlar və itlər toplaşmış halda görməyə adət etmişdilər. Əynində xalat, başında məzəli bir papaq və ayağında tuflu, bəzən də ayaq yalın, hətta tumancaq küçələri dolaşır, darvaza və dükanların qarşısında durur və dilənirdi. Bir yerdə ona kvas, başqa bir yerdə çörək, üçüncü bir yerdə pul verirdilər. Beləliklə Filigilə həmişə tox və pullu qayıdırdı. Gətirdiklərinin hamısını Nikita əlindən alırdı. Saldat bu hərəkəti çox kobud və qəsdən edərək yazığın ciblərini çevirir və Allaha and içirdi ki, bundan sonra Cuhudu bir də küçəyə buraxmayacaqdır. Çünki qanunsuzluq ondan ötürü hər şeydən pisdir. Mayseyka qulluq göstərməyi sevirdi. Yoldaşlarına su verir, yatdıqları zaman üstülərini örtür, hərəsinə küçədən bir qəpik pul gətirməyi və təzə papaq tikdirməyi vəd edirdi. Sol tərəfindəki iflic qonşusuna qaşıqlı xörək yedirirdi. Bütün bu xidmətləri yazığı gəldiyi üçün və ya insanpərvər duyğular xatirinə deyil, yalnız sağ tərəfindəki qonşusu Qromovu təqlid edərək qeyri-ixtiyari ona tabe olduğu üçün edirdi. 33 yaşlı İvan Dimitriç Qromov keçmişdə məhkəmə pristavı, quberniya katibi olmuşdu. Nəciblərdəndir. Təqib olunma xəstəliyinə tutulmuşdu. O, gah yumaq kimi yumurlaq yataqda uzanır, gah da sanki hərəkət etmək məqsədi ilə otaqda o küncdən bu küncə gəzirdi. O, həmişə məchul, anlaşılmaz bir intizarla həyəcanlı və gərgin bir vəziyyətdə idi. Dəhlizdə azacıq bir xışıltı və həyətində bir səs eşitdimi, tez başını qaldırıb diqqətlə dinləməyə başlardı. Onun dalınca gəlmişdilər, onu mu axtarırdılar? Bu zaman sifətində böyük bir təşviş və ikrah hissi oxunurdu. Onun mübarizədən və uzun müddət davam edən qorxudan əzab çəkmiş ruhunu aynə kimi əks etdirən enli sümüklü, həmişə solğun və bədbəxt ifadəli üzü mənim xoşuma gəlirdi. Üzündə qəribə və xəstə bir ifadə vardı. Lakin çöhrəsində dərin və səmimi izdirabdan əmələ gələn incə cizgilər ağıl və mərifətə dəlalət edirdi. Gözlərində qaynar bir parıltı vardı. O, mehriban və xidmət göstərən adam olduğu və Nikitadan başqa hamı ilə gözəl rəftar etdiyi üçün mənim xoşuma gəlirdi. Xəstələrdən bir yerinə düymə, biya qaşıq salanda cəld yerindən sıçrayır. Yerə düşmüş şeyi qaldırıb yiyəsinə verirdi. Hər səhər yoldaşlarına sabahınız xeyir olsun, yatanda isə gecəniz xeyrə qalsın deyərdi. Həmişə gərgin vəziyyətdə olmaqdan və üz gözünü turşutmaqdan başqa onun dəliliyini bir də bundan ibarət idi. Bəzən axşamlar öz xalatına beh-beh bürünür. Bütün bədəni ilə əsir, dişləri bir-birinə dəyir, çarpayıların arası ilə o küncdən bu küncə gəzinirdi. Bu zaman o, titrəmə qızdırma tutmuş adama oxşayırdı. Gəzərkən birdən-birə dayandığından və yoldaşlarına baxdığından mühüm bir şey demək istədiyi anlaşılırdı. Lakin yəqin onu dinləməyəcəklərini və ya anlamayacaqlarını fikirləşib, səbirsizliklə başını yırğalayır və gəzinməsinə davam edirdi. Amma danışmaq arzusu tezliklə hər cür mülahizələrə qalib gəlirdi. İradəsini toplayıb odlu-odlu danışmağa başlayırdı. O, sayıqlayan adam kimi hərarətlə danışırdı. Sözləri çox qarışıq və çox zaman anlaşılmaz olurdu. Lakin gözlərində də, səsində də son dərəcə gözəl bir ifadə duyulurdu. O, danışanda onu bir dəli, bir insan kimi tanımaya başlayırsınız. Onun dəlilərə məxsus qızğın nitqini kağızda əks etdirmək çətin işdir. O, adamların alçaqlığından, haqqı tapdalayan zülmdən, bir zaman yer üzündə bərpa olacaq gözəl həyatdan, hər dəqiqə ona zalımların kütlüyünü və amansızlığını andıran pəncərə barmaqlıqlarından danışırdı. Beləliklə köhnə, lakin hələ oxunub qurtarmamış mahnılardan qarışıq, pozuq bir popuri əmələ gəlirdi. 1-ci fəslin sonu.